Hər kəsə salam və bugünkü dərsimizə qoşulduğunuza görə təşəkkür edirəm və ya baxdığınıza görə. Ümumilikdə əvvəla bir şey demək istəyirəm. Nəyə görə bizdə dərslər ümumilikdə YouTube-a keçdi və Google Meet-də deyilik. Hal-hazırda mən başqa ölkədə olduğuma görə bu ölkədə isə VPN falan istifadə etmək lazımdır və VPN istifadə etməyimə baxmayaraq məndə Google Meet falan açılmır. Ona görə yəni dərslərdə məcbur oldum ki, belə bir formata keçirim. Amma inşallah Azərbaycana qayıdanda yəqin ki, bu problem düzələr. Ümumilikdə bugünkü dərsimizdə nə keçmək istəyirəm? CSS Transitions və Animations. İki dərsdən sonra artıq JavaScript-ə başlayarıq yəqin ki. Gələn dərsdə Mobile Responsiveness keçəcəm ki, məsələn, telefon versiyasında falan saytları necə etmək olar ki, yaxşı görsənsin. Bugünkü dərsimizdə isə animation falan keçmək istəyirəm. Deməli, ümumilikdən dediyim kimi animationlar əsasən məsələn JavaScript falan köməyi ilə düzəltmək olur və ya məsələn tutaq ki, funksiyalar falan JavaScript-də, amma CSS-də elə bir şey var ki, əslində kömək edir ki, məsələn JavaScript-də kod yazmadan animation və transition falan etmək olsun. Bugünkü dərsimizdə ümumilikdə onu başa salmaq istəyirəm. Deməli, bugünkü dərsimizdə əsasən hover effektləri, animasiya düymələri, hərəkətlər, giriş animasiyaları və s. Ümumilikdə onların hamısını sizə göstərmək istəyirəm. Deməli, birincisi, məsələn, gəlin belə bir problemlə danışaq. Məsələn, yadınıza düşürsə, əvvəlki dərslərimizdə məsələn biz product card yaratmışdıq və orada button falan var idi və ya form submission yaratmışdıq, orada da button var idi. Bizdə button çox sadə idi, yəni bilinmirdi ki, məsələn, button üstünə gətirikmi, yoxsa yox. Yəni ümumilikdə button biraz çox sadə idi. Məsələn, rəngin falan dəyişdirmişdi, amma button belə, yəni yerində sadəcə qalırdı. Ancaq bugünkü dərsimizdə biz elə edə bilərik ki, bizdə button əslində reaksiya kimi belə deyə verir, animation yaradır. Məsələn, belə danışaq. Ümumilikdə gəlin başlayaq. Birinci mən sizə hover haqqında danışmaq istəyirəm. Deməli, məsələn, belə bir şey fikirləşin. Tutaq ki, bizim hansı bir buttonumuz var. Məsələn, belə bir button fikirləşin. Bunun rəngini məsələn belə bir rəng qoymuşuq. Bu isə gördüyünüz kimi biraz göy, tünd göy rənginə oxşayır. Deməli, ümumilikdə biz istəyirik ki, məsələn, kursorumuz var bizim, gördüyünüz kursor. Məsələn, istəyirik ki, bunu məsələn düymənin üstünə gətirəndə bizə düymədə məsələn rəng dəyişsin və avtomatik olaraq belə qara rəng olsun. Bunu necə edə bilərik? Bunu hover-ın köməyi ilə edə bilərik. Deməli, belə fikirləşin ki, bizdə hover nədir? Hover demək ki, məsələn, ümumilikdə əgər tutaq ki, bizim kursorumuz hansı bir elementin, bizim məsələmizdə button, hansı bir elementin üzərinə gələndə, onda bu hover kodunun içindəki bütün kodlar fikirləşin ki, avtomatik olaraq bu button içinə yaranır. Yəni ümumilikdə belə fikirləşək ki, məsələn, tutaq ki, məndə kursor var. Hal-hazırda məsələn background rəngimiz budur. Mən məsələn button üstünə gətirən kimi kursoru, onda bu gördüyünüz buradakı kodlar gəlir bunun aşağısına yaranır və aşağısında yarananda da nə olur? Məsələn, ümumilikdə rəngimiz qara olur. Bildiyiniz kimi, yəni demişdim ki, əgər məsələn eyni kodu məsələn style'ın içində yazsaq, həmişə ikinci daha important sayılır. Yəni ona görə məsələn ümumilikdə bu background blank aşağı düşür deyənə, yəni bunun aşağısında olur deyənə, bu bundan daha güclü saydığına görə məsələn rəng dəyişir. Yəni ümumilikdə hover ilə başa düşün ki, tutaq ki, mən kursorumu gətirirəm hansı bir elementin üzərinə və o elementin üzərinə gətirəndə avtomatik olaraq buradakı bütün kodlar məsələn yaranır bizim burada. Yəni ümumilikdə buradakı bütün kodlar aktivləşir, belə də demək olar. Gəlin bunu praktikada baxaq. Deməli, əvvəldə mən əslində kodlar falan yazmışdım. Əsasən, məsələn, yaşıl kodlara fikir verməyin, yəni kommentin içində olanlar. Əsasən, məsələn, bunlara fikir verək. Deməli, birinci bir dənə section yaratmışam, gördüyünüz kimi. Və section içində bir dənə h2 qoymuşam ki, yəni belə ümumilikdə söz yazılsın. Və bir dənə, məsələn, button qoymuşam, ümumilikdə bizim buttonımız. Buna da bir dənə class vermişəm, CTA. Gəlin styles-a gedək. Məsələn, ümumilikdə burada istəyirəm ki, sadəcə buradan fokuslanasınız. Məsələn, birincisi gəlin buna baxaq. Bu transition siləcəm çünki hələ başa salmamışam. Tamam. Deməli, birincisi gəlin buna baxaq ki, bizə button necədir? Məsələn, gəlin black çox da yaxşı görsənmir. Rəngini dəyişdirək məsələn. Məsələn, göy rəng eləyək. Yəni bu rəng də olar, fərqi yoxdur.
Buradan da gəlin belə məsələn qırmızı rəng kimi seçək. Tamam. Məsələn birincisi bizim belə bir buttonumuz var gördüyünüz kimi belə purple rəngində, bənövşəyi rəngində. Deməli ümumilikdə gördüyünüz kimi biz indi nə etmək istəyirik? Burada başa saldığım kimi biz deyək ki, məsələn buttonumuzun üstünə gətirəndə düymə kursoru məsələn bizim halımızda istəyirik ki, qırmızı rəng olsun. Biz nə etmişik? Burada birinci gördüyünüz kimi default kodları yazmışıq. Yəni ümumilikdə bizim buttonumuzun CSS necə olsun. Və ondan sonra nə yazmışıq? CTA hover. Yəni CTA nə idi? Göstərdiyim kimi indeksdə bizə class CTA idi. Ona görə yazırıq. .cta hover, yəni ümumilikdə bizim kursoru əgər .cta-nin üzərinə gətirsək nə olacaq? İstəyirik ki, məsələn bu backgroundumuzun rəngi məsələn qırmızı rəng olsun və bu nə olur? Məsələn avtomatik olaraq üstünə gətirəndə bu kod məsələn silinir və gəlir məsələn belə göstərir. Məsələn bu kod silinir avtomatik olaraq və gəlir məsələn bura düşür. Yəni ümumilikdə belə bir şey fikirləşə bilərsiniz və gördüyünüz kimi belə qırmızı rəng olur. Ancaq biz indi bunu istəmirik də ki, məsələn özümüz belə eləyək ki, məsələn özümüz bunları tərpədək. Ona görə biz istəyirik ki, məsələn indi avtomatik olaraq belə rəngi dəyişsin. İndi gördüyünüz kimi bu kursordur. Məsələn kursoru button üstünə gətirsəm, gördüyünüz kimi avtomatik olaraq rəngi dəyişir. Məsələn burada bənövşə rəngdirsə, kursor gətirən kimi nə olur? Qırmızı rəng olur. Yəni belə bir ümumilikdə belə effekt yaranır. Ancaq məsələn sual soruşa bilərsiniz ki, bəs məsələn çox da yaxşı görsənmir də. Yəni elə bil məsələn kursoru üstünə gətirən kimi anidən rəng dəyişir və bu da yəni çox da belə yaxşı hissiyat yaratmır da. Yəni nəsə çox adam məsələn deyər ki, belə çox da yaxşı görsənmir. Bunu nəyə görə istifadə edək? Əslində bunun qarşısını almaq üçün bir kodumuz da var ki, yəni daha hamar kimi, yəni daha gözəl görsənsin ümumilikdə. Biz bu koda transition deyirik. Transition nə edir? Yumşaq kimi keçir. Yəni ümumilikdə animation kimi keçir. Məsələn, ümumilikdə transition'ımızı necə yazırıq? Əsasən çox vaxt transition'ı rahat yazmaq üçün sadəcə nə edirik? Saniyəsini yazırıq. Yəni ki, bizim animation neçə saniyə keçsin. Məsələn, birincisi bunu yadınızda saxlayın ki, transition heç vaxt hover'in içində yazılmır. Həmişə məsələn elementin özündə yazılır. Yəni bu .cta-də. Məsələn düşürük bura alta və yazırıq transition. Və indi biz bura nə etməliyik? Sadəcə hansısa bir məsələn vaxt qoymalıyıq ki, yəni deyirik ki, məsələn bu vaxtın məsələn içərisində bu animation olsun. Məsələn bunu indi göstərmək üçün vaxtı biraz uzun qoyacağam. Məsələn 5 saniyə deyək. Deməli məsələn 5 saniyə qoyandan sonra nə olmalıdır indi? Ümumilikdə məsələn mən kursoru avtomatik olaraq button üzərinə gətirəndə onda 5 saniyə ərzində elə bil ki, rəng dəyişəcək. Məsələn gətirək və gördüyünüz kimi yavaş-yavaş 5 saniyə içində rəngi dəyişir. Və tərpədəndən sonra da yenə də 5 saniyə ərzində yerinə qayıdır. Bu əslində çox gecdir. Məsələn mən çox vaxt 1 saniyədən az yazıram. Yəni 1 saniyə belə çox sayılır. Məsələn 0.5 falan yazmaq olar. Məsələn indi baxaq. Aha, gördüyünüz kimi bu belə daha yaxşı görsənir. Məsələn modern sayt kimi görsənir ki, rahat belə məsələn button üzərinə gətirəndə gördüyünüz kimi rahat belə məsələn rəng dəyişir və bu əslində daha yaxşı görsənir. Yəni əvvəlkinə baxaraq, əvvəlkində sadəcə məsələn transition idi. Transition yox idi, üzr istəyirəm. Məsələn transition yox olmayanda, yəni anidən dəyişir rəng. Ancaq indi ki bizdə transition var, gördüyünüz kimi məsələn saniyəsini belə yaxşı qoymuşuq. Məsələn belə gördüyünüz kimi dəyişir. Yəni çox rahat şəkildə dəyişir. Tamam. Məncə davam edə bilərik. Ümumilikdə bizə bu idi. Ondan sonra gəlin davam edək. Əslində belə deyim, transition daha çox value-lar var. Ancaq bunları yəni belə bilməyiniz çox da vacib deyil. Ona görə çox da başa salmayacağam. Yəni ümumilikdə istəsəniz gedib internetdə araşdıra bilərsiniz. Sadəcə nəyə görə başa salmıram? Çünki məsələn bizdə nə var? Is var, is in var, is out var və düzünü desəm mən hər dəfə onları istifadə etməyə çalışanda, yəni əslində heç nə dəyişmir. Düzdür, belə deyirlər fərqi var, amma heç görsənmir fərq. Ona görə yəni mən çox vaxt istifadə etmirəm. Və bizdə all da yəni ümumilikdə bu da yəni çox lazımsız şeydir. Yəni əsasən nədir? Əsasən bizə bu saniyə məsələsidir. Yəni saniyə yazmasaq işləmir. Yəni əsasən sadəcə mən istəyirəm ki, siz həmişə belə yazasınız. Yəni istəsəz dediyim kimi gedib araşdıra bilərsiniz. Ancaq əsas olan budur və bu əslində daha rahatdır yazmağa ki, yəni məsələn
OBS-lərdə default buraxsaz da olar. Yəni sadəcə məsələn transition hansısa bir saniyəsini yazsınız və bu da belə rahat şəkildə işləyir. Yəni ona görə ümumilikdə məncə bu qədər bəsdir. İndi məsələn davam edək. Transition-dan məsələn fərqli olaraq bizdə transform da var. Transform nədir? Məsələn ümumilikdə tutaq ki, belə bir şey fikirləşin. Məsələn tutaq ki, biz istəyirik ki, ya məsələn sadəcə rəng dəyişməsin, tutaq ki, məsələn istəyirik batın ya böyüsün, ya məsələn qırağa çəkilsin, ya məsələn əyilsin və s. Və bunlar üçün də ümumilikdə bizə bu transform deyə bir şey var. Gəlin ümumilikdə baxaq hansı bunların value'ları var. Transformun əsasən 4 dənə value'su var. Biri scale, yəni böyütmək, kiçiltmək. Biri translate, yəni hərəkət etdirmək. Rotate, fırlatmaq və skew belə əyri etmək. Belə başa düşə bilərsiniz. Gəlin də bir-bir baxaq. Birinci scale-dən başlayaq. Scale nədir ümumilikdə? Scale dediyim kimi böyütmək üçündür. Scale-in içindəki gəlin birinci yazaq məsələn kodumuzu. Bunlar silək. Tamam. Məsələn gəlin yazaq transform. Bu həmişə hover-ın içində yazılır. Yəni CTA-nin içində də yaza bilərsiniz, amma bilin ki, bu animation kimi olmayacaq. Sadəcə yəni burada məsələn necə yazasınızsa kod da elə görsənəcək, yəni dəyişməyəcək. Məsələn transform yazaq və dediyim kimi birinci scale yazırıq. Məsələn scale dediyim kimi nə edir? Bunu böyüdür. Məsələn default olaraq bizdə value nədir? 1. Yəni scale-ın yəni default olaraq məsələn ümumilikdə bizə button-ın size-ı məsələn save eləyək. Yəni gördüyünüz kimi heç bir şey dəyişmir, yəni böyümür. Default olaraq məsələn bu 1-dir. Əgər biz istəyiriksə kiçilsin, onda biz 1-dən azaldırıq, məsələn 0.8 falan qoyuruq. 0.8 və ya məsələn böyütmək istəsək onda nə edirik? Məsələn 1 nöqtə neçəsə yazırıq, məsələn 1.3. Yəni bunu riyaziyyat kimi fikirləşə bilərsiniz. Məsələn faizlər kimi fikirləşə bilərsiniz. Məsələn bizdə necədir? Əgər 10% artırmaq istəyiriksə, hansısa rəqəmi 1.1-ə vururuq və ya məsələn 20% azaltmaq istəyiriksə, hansısa rəqəmi 0.8-ə vururuq. Yəni belə fikirləşə bilərsiniz. Məsələn bizdə scale 1.3 yazanda deməkdir ki, bizim məsələn button-ı 30% böyüt. Məsələn gəlin baxaq necə işləyir. Məsələn indi hal-hazırda kod yazmışam və əgər məsələn üstünə hover gətirsəm, gördünüz? Ümumiyyətlə bizdə button belə gözəl böyüyür. Maraq üçün gəlin bunu məsələn 10 qoyaq. Görək nə qədər böyüyür. Gördüyünüz kimi belə bir şey. Yəni ümumilikdə nə qədər istəsəniz böyütmək olar. Məsələn belə bir şey eləyək, maraqlıdır. Aha, belə bir şey. Amma indi məsələn bizdə problem var ki, çox böyükdür deyənə hoverdan çıxartmaq biraz çətindir. Aha, belə bir şey. Yəni ümumilikdə gördüyünüz kimi bu nə edir? Sadəcə böyüdür. Gəl məsələn bunu kiçiltməyə də çalışaq. Məsələn 0.5 qoyaq, yəni ki, yarısı boyda kiçilsin. Gördüyünüz kimi belə balacalanır. Yəni gördüyünüz kimi scale böyütmək və kiçiltmək üçün istifadə olunur. Birdən çox yazsanız böyüyəcək və birdən az yazsanız ümumilikdə kiçiləcək. Ondan sonra gəlin növbəti nəyə baxaq? Transformda translate-ə baxaq ümumilikdə. Əsasən translate y baxaq. Gəlin belə keçim. Translate-in əslində məsələn başqaları da var. Məsələn x, y, z və 3D-yə hələ ki fikir verməyək. Bunu yəqin ki növbəti dərslərdə baş salaram. Yəni ümumilikdə məsələn hansısa bir elementi 3D etmək üçündür. Ancaq bu biraz daha fərqlidir. Ancaq ümumilikdə gəlin indi 2D-yə baxaq. Deməli birinci translate-in özü də var, özünü də yazmaq olar, amma mən tövsiyə edirəm ki, ya translate x yazasınız, ya da translate y yazasınız. Yəni riyaziyyatdan da bildiyiniz kimi x, y oxu var. Yəni x necədir beləsinə, y necədir beləsinə, yəni ümumilikdə. Məsələn, əgər biz istəyiriksə yuxarı aşağı eləyək, onda translate y istifadə edirik. Yox istəyiriksə məsələn belə qıraqlara eləyək, onda translate x istifadə edirik. Məsələn, gəlin indi translate x edək və buna bir piksel, bir value qoyuruq. Məsələn, 100 piksel qoysaq, gəlin baxaq görək nə olur. Mən scale-ı silmişəm ümumilikdə və gətirsəm məsələn button üzərinə, gördüyünüz kimi belə tərpənir. Yəni belə yerindən tərpənir və bu tərəfə gedir. Məsələn, gəlin bunu 1000 qoyaq. Yəni gördüyünüz kimi belə bir şey olur. Soracaq bilərsiniz bu niyə belə olur əslində? Yəni çünki hər dəfə məsələn muşkanın üzərində tutmağa çalışanda gördüyünüz kimi belə bir bug kimi yaranır. Yəni çünki bu hover effekti yenidən işləməyə çalışır. Əslində bilmirəm belə internetdə görübsüz ya yox, belə məsələn saytlar var ki, buttonda submit buttonuna basmaq istəyirsiniz kompüterdə, ancaq üstünə gətirən kimi məsələn button qaçır.
Ümumilikdə yəni bunu bu hover effekti ilə etmək olar və ya JavaScript-lə ümumilikdə. Yəni gördüyünüz kimi belə eləyəndə translate by nə edir? Sadəcə yerini dəyişdirir. Gəl məsələn bunu rahat görsənsin deyəndə 100 piksel qoyaq. Tamam. Yəni ümumilikdə 100 piksellə gördüyünüz kimi belə yəni yerini dəyişir. Gəl məsələn indi translate y da eləyək. Məsələn 2 dənə də yazmaq olar, fərqi yoxdur. Translate y. Məsələn buna da 100 piksel qoyaq. Yəni gördüyünüz kimi burada da belə aşağı düşür. Ancaq burada problem odur ki, məsələn translate x və translate y məsələn gördüyünüz kimi bir yerdə işləmirlər. Yəni məsələn əgər mən transformu təzədən yazıramsa, yəni bildiyiniz kimi birinci koddan daha yuxarıda olur. Bunu məsələn səhv eləmirəmsə belə yazanda işləməli idi. Məsələn belə eləsək, xeyr işləmir. Onu tam dəqiq deyə bilməyəcəm. Yəni məsələn necə etmək olar ki, ikisi də bir yerdə, yəni məsələn həm qırağa getsin, həm belə aşağı getsin. Səhv eləmirəmsə o olmur və ya olursa da mən tam dəqiq bilmirəm, düzünü desəm. Gəlməsin belə bir şey yoxlayaq, bəlkə alındı. Şimdi burada y yazaq. Aha, belə tamam işləmir. Ümumilikdə səhv eləmirəmsə, məsələn, əgər translate x və translate y birlikdə istifadə etmək olmur. Birlikdə istifadə etsək, ümumilikdə bizdə linear equation kimi olacaq. Yəni belə bir şey olacaq. Yəni beləsinə gedəcək, amma bildiyim qədər ümumilikdə ya translate y istifadə etmək olur və ya translate x, yəni ikisini də bir yerdə istifadə etmək olmur. Bu da bunun mənfi cəhətlərindən biridir ümumilikdə. Amma yəni ümumilikdə translate y və x belə işləyir. Tamam, məncə davam edə bilərik. Ondan sonra bizdə var rotate. Rotate də yəni bildiyiniz kimi tərcümə kimi belə sadəcə bunu fırlatmaq üçündür. Dəqiq bilmirəm button-da işləyəcək ya yox, ancaq yoxlamaq olar. Birincisi bizdə rotate də degree iləndir və degree bildiyiniz kimi 360 degree maksimumdur. Məsələn, gəlin bunu yoxlayaq, hələ 360 yazaq. Məsələn, indi mən üstünə gətirsəm, gördüyünüz kimi belə bir şey fırlanır. Məsələn, gəlin 360 yox, 180 qoyaq. Yəni ümumilikdə gördüyünüz kimi belə ağzı üstə dönür, belə deyə bilərik. Yəni ümumilikdə rotate nə edir? Sadəcə məsələn hansısa bir button-ı, yəni ümumilikdə fırlatmağa çalışır, yəni belə bir şey. Bunu mənfi ilə səhv eləmirəmsə yazmaq olur. Aha, yazmaq olur. Yəni mənfi ilə eləyəndə gördüyünüz kimi dal tərəfə gedir və müsbət olanda qabaq tərəfə dönür. Yəni ümumilikdə belə bir şey. Məsələn, gəlin davam edək. Tamam. Və axırıncı bizim transformumuz ümumilikdə skew var. Skew də nə edir? Sadəcə əyir. Məsələn, gəlin skew yazaq. Bizdə skew-nun içindəki yenə də degree ilə yazırıq. Məsələn, gəlin yenə də məsələn 10 degree yazaq bu səfər. Məsələn, indi baxsaq, gördüyünüz kimi belə əyilir. Yəni gördüyünüz kimi. Məsələn, gəlin bunu biraz çoxaldaq. Və belə bir şey. Əslində çox məzəli alınır. Bunu 360 qoysaq nə olar? Aha, çox maraqlı. Yəni ümumilikdə gördüyünüz kimi belə bir animation falan yaranır. 360 nə edir? Sadəcə deyirik ki, belə bir şey ilə burada da belə bir məzəli animation yaranır. Yəni 10 qoysaq daha yaxşı olar məncə. 10 daha rahat görsənir, yəni daha düzgün görsənir. Yəni ümumilikdə bizdə də skew belə bir şey işləyir. Ümumilikdə bizdə transform belədir. Aha, burada əslində ikisini bir yerdə necə istifadə etmək olar? Məsələn, onu göstərir. Gəlməsin birincisi necə işləməmişdi? Translate y və translate x-i bir yerdə yazaq. Məsələn, bura 100 piksel yazaq. Aha, işlədi bu səfər. Yəni mən bunu deyirdim əslində. Məsələn, ikisini də bir yerdə yazanda gördüyünüz kimi belə düşür aşağı. Məsələn, gəlin belə eləyək. Eləyək ki, məsələn, qırağa getsin. Ondan sonra scale yazaq. Böyüsün hardasa 1.5. Yəni 50%. Gəlin belə bir şey eləyək. Yəni gördüyünüz kimi gedə-gedə məsələn böyüyür. Üçüncünü də yazsaq, məsələn, 10 degree. Həm belə bir şey. Və gəlin axırıncısını yazaq. Translate
Nasıl kalmışdı yadımdan çıxdı. Aha, rotate. Sen yan bunu 180 degree qoyaq. Tamam. İndi isə ümumilikdə bizdə animation belə bir şey alınır. Əslində gözəl animationdur. Yəni istəsəniz saytda istifadə edə bilərsiniz. Ancaq heç kim bu knopkaya basmaz məncə. Yəni ümumilikdə belə başa düşdünüzsə, ümumilikdə transform bizdə belə işləyir. Əgər məsələn başa düşmədinizsə, ümumilikdə mənə WhatsApp-da da yaza bilərsiniz və ya comment section-da da yaza bilərsiniz. Yəni fərqi yoxdur. Ümumilikdə bizdə belə bir şey. Məncə davam edə bilərik. Opacity əslində əvvəllər başa salmışdım sizə. Ancaq indi animation kimi də göstərmək istəyirəm. Yadınıza düşürsə opacity nə edirdi sadəcə? Məsələn bunu şəffaflıq yaradırdı. Məsələn, gəlin birincisi bu transform kodumuzu silək. Default olaraq bizdə opacity həmişə 1 olur. Yəni tam görünən. Əgər məsələn biz hover eləsək, tutaq ki opacity hardasa məsələn 0.5 və yenidən üstünə gətirsək, gördüyünüz kimi rəng yəni açıq rəng olur. Bu nəyə görədir? Məsələn, yanınıza düşürsə position absolute qoysaq və məsələn bu buttonu tutaq ki bu yazının üstünə gətirsək və ondan sonra məsələn hover eləyəndən sonra yazı burada görsəniz ümumilikdə. Məsələn, gəlin bunu elə 0 qoyaq görün necə olur. Gördüyünüz kimi itir. Bu əslində məzəlidir, yəni almaq istəyirsəm amma button itir. Almaq olmur, yəni ümumilikdə belə bir şey fikirləşə bilərsiniz. Yəni ümumilikdə bizdə opacity elədir. Və məsələn bunu məncə belə də eləyə bilərik. Maraq üçün məsələn yazaq opacity burada 0 və məsələn burada 1. Ondan sonra da məsələn tutaq ki bunu başqa bir yerə ataq, tutaq ki məsələn margin yazaq. Məsələn 100 piksel. Məsələn indi button tapmağa çalışaq ümumilikdə. Yəni hover eləyən kimi əslində button görsənməlidir, sadəcə tapa bilirsən. Bizim button hardadır? Tamam, belə məncə tapa bilməyəcəm. Amma yəni aha tapdım gördüyünüz kimi. Yəni gördüyünüz kimi button belə gizlindi. Məsələn belə bir oyun yarada bilərsiniz. Sadəcə maraq üçün bunu göstərirəm. Yəni gördüyünüz kimi margin 100 atmışam. Yəni dəqiq bilmirəm hardadır və ümumilikdə məsələn tapandan sonra gördüyünüz kimi üzərinə gətirəndə məsələn button çıxır. Gəl məsələn 1000 qoyaq. Haralardasa buralarda olmalıdır artıq. Tamam, bu səfər bunu tapmayacağam. Aha, tapmışdım. Tamam, bu məncə aşağı düşübdür bu əslində. Tamam, məncə buralarda hardasadır, prosta tapmayacağam. Yəni ümumilikdə bizdə belə işləyir. Yəni opacity 0-dan da 1-ə qalxa bilərsiniz və ya 1-dən məsələn 0.2-yə falan da qalxa bilərsiniz. Yəni fərqi yoxdur. Yəni ümumilikdə bizdə belə bir şey. Tamam, gəlin davam edək. Buna baxmışdıq. Yəni ümumilikdə bunu başa salırdım. Bu kölgə də var bizdə əslində. Yəni yalnızca düşürsə box shadow-da keçmişdik. Məsələn, kölgəni yaratmaq üçün biz nə edirdik sadəcə? Məsələn, yazırdıq box shadow. Məsələn, gəlin elə buradakı animation yazım. Pixel. Tamam. Məsələn, indi hal-hazırda məsələn gətirsək, gördüyünüz kimi əslində görsənmir. Gəlin bunu biraz qara eləyək. Məsələn, 10 piksel buradan da qoyaq. Tamam. Məsələn, indi biraz yaxınlaşdırım ki, görsənsiniz sizə. Məsələn, indi hal-hazırda kursor məsələn üzərinə gətirsək, yəni gördüyünüz kimi qıraqdan belə bir animation yaranır. Yəni diqqətlə baxsanız görəsiniz ki, belə shadow yaranır ümumilikdə. Məsələn, bunlar gəlin ümumilikdə belə çoxaldaq. Bu yəni ümumilikdə uzunluğunu çoxaldır, ona görə yəni çox dəyişiklik yoxdur. Amma yəni əgər diqqətlə qıraqlara belə baxsaz, ümumilikdə shadow görsənir. Yəni ümumilikdə bizə nə edir? Sadəcə shadow yaranır hansısa. Bu isə belə. Yəni bir sözlə nəyə başa salmaq istəyirəm ümumilikdə? Məsələn, buradakı koddan fərqli olaraq bura nə yazsanız, həmişə burada olacaq. Yəni məsələn tutaq ki, gəlin nə edək? Məsələn font size-ını dəyişək. Məsələn font size yazaq 50 piksel. Yəni görürsüz indi məsələn tekstin özü də böyüyür məsələn. Başqa şey də yazaq. Məsələn padding 100 piksel qoyaq.
Yəni gördüyünüz kimi belə ümumilikdə böyüyür. Yəni bir sözlə əvvəlki başa saldığım kimi kursorum bunun üstünə gətirəndə hoverin içindəki bütün kodlar sadəcə məsələn kopyalanır, gəlir bura düşür. Yəni ümumilikdə bura nə yazsanız, yəni fərqi yoxdur. Yəni istədiyiniz animation yarada bilərsiniz də bir sözlə. Yəni ürəyiniz istədiyiniz bir şey eləyə bilərsiniz. Məsələn, bilmirəm başqa nə yazmaq olar. Məsələn, gəlin colorunu dəyişdirək, textin. Tutaq ki, color black eləyək. Yəni yenə də indi məsələn ağ idisə gördüyünüz kimi opacity-ni silsək. Belə qara olur gördüyünüz kimi, yəni tünd qara. Ümumilikdə belə bir şey. Ondan sonra məsələn transition-dan əlavə olaraq, yəni ümumilikdə məsələn deyirsiniz ki, bəzi sual verə bilərsiniz ki, məsələn indi bu sadəcə məsələn kursor üzərinə gətirəndə olur və biz necə edə bilərik ki, məsələn kursoru gətirməsək də orada məsələn animation eləsin. Yəni məsələn elə saytlarda var ki, bu tutaq ki, WhatsApp ikonkası olur və belə yuxarı düşür aşağı. Yəni ümumilikdə belə bir şey. Yəni bunu necə edə bilərik? Animation deyə bir şey var bizdə. Məsələn, tutaq ki, hansısa bir yazmaq üçün birinci animation belə bir kod yazırıq. Birinci məsələn yazırıq keyframes, yəni bu vacibdir. Ondan sonra animationımızın adını qoyuruq. Adını istədiyimiz kimi qoya bilərik. Yəni siz bounce qoyun, siz salam qoyun, istəyirsiniz sağ ol qoyun. Yəni fərqi yoxdur. Nə istəyirsiniz qoya bilərsiniz. Ondan sonra ümumilikdə bizdə içində nələr yazılır? Faizlərlə yazılır. Ya məsələn deyirik ki, 0-dan 50%-in arası, 0-dan 50% gedənə kimi translate y elə. Yəni ümumilikdə məsələn bura get. Ondan sonra 100%-ə çatanda təzədən 0-a get. Yəni ümumilikdə belə bir effekt yaranacaq. Yəni bir sözlə biz nə deyirik? Deyirik ki, məsələn başlanğıcda tutaq ki, 0 başlanğıc kimi fikirləşin, 100 son kimi fikirləşin. Məsələn 50-yə çatana kimi tutaq ki, 20 piksel get yuxarı. Ondan sonra 50-dən artıq 100-ə gedəndə başda 20 piksel yavaş-yavaş get aşağı. Yəni ümumiyyətlə bunu belə başa düşə bilərsiniz. Ümid edirəm ki, başa düşdünüz. Məsələn, ümumiyyətlə, məsələn ondan sonra nə olur? Məsələn, həmişə keyframe siz yuxarıda yazın ümumiyyətlə. Ondan sonra nə edirik? Sadəcə animation yazırıq. Sonra bizim animationımızın adını yazırıq. Məsələn, necə yəni? Məsələn, tutaq ki, biz istəyiriksə, məsələn, bizdəki bunda, məsələn, və ya bizim buttonımızda tutaq ki. Əgər bizim buttonımızda istəyiriksə, sadəcə button yazırıq bura. Sonra animation və animationımızın adı və animation nə qədər çəkəcək, yəni transition-da vaxt yazdığımız kimi və infinite nədir ümumilikdə? Yəni məsələn neçə dəfə təkrarlansın. İstəsəz 3 yaza bilərsiniz, istəsəz 100 yaza bilərsiniz, yəni fərqi yoxdur. Infinite qoysaz, yəni heç vaxt dayanmayacaq. Yəni belə gedəcək ümumilikdə. Yəni belə bir şey fikirləşə bilərsiniz. Məsələn, gəlin bunu practice-də baxaq. Mən yuxarıda məsələn yazmışdım, bir dənə belə bir kod yazmışdım. Məsələn, fading qoymuşam adını. Bu nə edir sadəcə? Bu məsələn ümumilikdə birincisi biraz yuxarı qaldırır, yəni belə fikirləşə bilərik. Həm də ki, məsələn, ümumilikdə məsələn opacity-si mən 0-dan qalxır, məsələn bir yəni yavaş-yavaş görsənir. Belə bir şey fikirləşə bilərik. Yəni sönüb yanır, gəlin bildiyim daha yaxşı olsun. Sönüb yanır. Məsələn indi nə edirik tutaq ki, gəlin bir dənə əmin deyiləm button-da işləyəcək ya yox. Məsələn ümumilikdə gəlin hover silək. Yoxsa kartda eləyək. Bir dəqiqə bura baxım. Burada animation yoxdur məncə. Hansındasa məndə var idi. Mesela kod. Aha burada var. Gəlin bu kodda sizə göstərim. Tamam. Bir də bu da açmaq lazımdır. Tamam. Gördüyünüz kimi belə bir ümumilikdə bizdə belə bir top yaranır. Məsələn, gəlin birinci buna baxaq. Biz sadəcə yenə də section yaradırıq. H2 yazıram ki, yəni bilinsin nədir, nə deyil. Və məsələn hansısa bir div yaradırıq. Ondan sonra biz stylesımıza girsək görürük divdə nədir. Qoymuşuq ki, məsələn width 60 piksel, height 60 piksel ümumilikdə və eləmişik ki, border radius 50% eləmişik ki, yumru bir top yaransın. Topu necə animation eləmişik? Məsələn, animation adını yazmışıq. Bizdə nədir? Bounce. Yəni hoppanmaq. Və ondan sonra məsələn qoymuşuq neçə saniyə olsun. Iz əslində vacib deyil məncə. Yəni iz yazmasaq da olar.
Ümumilikdə ondan sonra da infinite. Yəni infinite nə deməkdir? Dayanmadan olsun. Tutaq ki, yəni bunu məsələn 10 dəfə eləyək. Məsələn 10 dəfə oppanandan sonra dayanmalıdır. Ümumilikdə gəlin baxaq. Tamam. Gördüyünüz kimi 10 dəfə olandan sonra dayanır. Yəni burada istədiyiniz bir şey eləyə bilərsiniz. Məsələn, gəlin bizim indi baxaq, burada nə edir? Deyirik ki, 0-dan 50% gedənə kimi yuxarı qalx, yəni minus 40 piksel translate. Nə edir? Yəni yuxarı qalx deyirik. Və ondan sonra artıq 50-dən 100-ə gedəndə artıq başla aşağı düşməyə. Məsələn, gəlin rəngləri də dəyişək. Tutaq ki, 0-dan yuxarı qalxanda gəlin tutaq ki, deyək, kolorumuz nə rəng olsun? Kolorumuz olsun məsələn yellow. Ondan sonra düşəndə də artıq kolorumuz dəyişsin. Məsələn olsun green. İndi yoxlayaq. Bunu color yox. Gəlin də background yazaq. Yəni bunu infinite eləyək. Tamam. Yəni gördüyünüz kimi ümumilikdə belə bir effekt yaranır. Yəni məsələn başlamazdan əvvəl bizdə nə olur? Məsələn sarı rəng olur və aşağı düşəndə artıq belə yaşlı rəng olur. Sadəcə burada lap da yaxşı olmur. Gəl məsələn belə bir şey eləyək. Məncə belə düzgün işləməlidir. Və ümumilikdə animation duration 5 saniyə qoyaq. Aha belə. Bizdə birinci bu background color vardı yəni. Bunu silək. Tamam. Məsələn gördüyünüz kimi başlayanda bizdə background color rəngi yox idi deyənə sadəcə belə olur. Məsələn birinci gəlin tutaq ki 0-da deyək, background rəngimiz olsun məsələn məsələn blue qoyaq. Okay. Məsələn blue olsun birinci. Məsələn başlayanda görəsiz blue olur. Qalxır yuxarı çatan yellow, təzədən düşəndə məsələn olur nə rəng? Green rəng. Yəni ümumilikdə belə bir şey fikirləşə bilərsiniz. Yəni gördüyünüz kimi yenə də. Yəni ümumilikdə biz istədiyimiz şeyi yenə də qoya bilərik. Yəni qoya bilərik. Transition-dakı kimidir. Yəni nə istəsək ümumilikdə qoya bilərik. Opacity falan da qoya bilərik və ya margin falan da qoya bilərik. Və ya yəni scale falan da qoya bilərik. Məsələn gəlin scale eləyək. Məsələn oplanmaq yox, tutaq ki böyüyüb kiçilmək qoyaq. Məsələn scale. Birinci məsələn başlasın 1-dən, tutaq ki. Ondan sonra bu böyüsün. Scale. Məsələn 1.5 olsun. Və ondan sonra təzən 1-ə düşsün. Və həmçinin rəngi də dəyişsin. Məsələn gördüyünüz kimi böyüyür, balacalanır. Və ümumilikdə 5 saniyə yazmışam deyin, gəl məsələn 1 yazaq. Yəni gördüyünüz kimi belə bir şey. Ürək döyüntüsü. Yəni gördüyünüz kimi belə böyüyür, kiçilir və ya başqa məsələn nə eləmiş? Məsələn skew yazaq. Amma yadınıza düşürsə skew da bizdə nə idi? Degree idi. Ona görə degree yazmalıyıq. Məsələn başlasın 0 degreedən. Məsələn geçsin 180 degreeyə. Və ondan sonra 360 degreeyə. Ümumilikdə belə bir şey gördüyünüz kimi. Əslində rotate yazsaq daha yaxşı olar. Sadəcə rotate yazanda məncə görsənməyəcək çünki yumrudur. Onu həll edərik. Tam belə indi fırlanır, amma sizdə görsənmir. Çünki yəni yumru bir şeyin fırlanmağını necə görə bilərik? Məsələn bunu da düzəltmək üçün sadəcə border radius silək kvadrat olsun. Tamam. Yəni gördüyünüz kimi ümumilikdə belə bir effekt. Yəni bir sözlə keyframes nədir? Keyframes yəni üzərinə gətirmədən belə eləmək olar ki, yəni məsələn animation olsun. Burada yaz yəni infinite mi olsun, olmasın mı, saniyəsini qoysunuz və məsələn bounce nədir? Bizdə məsələn animation adıdır. Yəni istədiyiniz animation ad qoya bilərsiniz. Məsələn gəlin yoxlayaq. Salam. Salam yazaq. Məsələn save eləsək əlbəttə ki işləməyəcək. Amma bounce məsələn dəyişdirsək salam qoysaq, gördüyünüz kimi yaranır. Ümumilikdə belə bir şey. Tamam. Məncə artıq başqa heç nə yoxdur. Tamam. Ümumilikdə bizim dərsimiz, bugünkü dərsimiz bu qədər idi. Yəni əsasən nələr keçdik? Transition, hover, keyframes falan. Məncə bu qədər bəsdir. Deməli, ev tapşırığımız üçün necə olacaq?
İki dənə ev tapşırığı var. Yəni istədiyinizi seçsiniz, birini eləyin ya da istəsəz ikisini də eləyin, yəni fərqi yoxdur. Məsələn, sadəcə məsələn tutaq ki, birini eləyək. Yəni birini seçin bir sözlə. Ya məsələn bu PDF-dəki ev tapşırığını seçə bilərsiniz və ya məsələn özünüzdən belə animation qura bilərsiniz. Mən məsələn əvvəllər maşın falan oyunu düzəltməyə çalışırdım. Yəni video kimi. Məsələn fikirləşin ki, hansısa bir video düzəltsiniz. Məsələn bizə Dino oyunu var. Tutaq ki, internetlər tutmayanda yaranan Dino oyunu. Məsələn onun animationını qura bilərsiniz, hoppanmaq animationını. Yəni istədiyiniz bir şey eləyə bilərsiniz. Yəni fərqi yoxdur. Gələcəkdə JavaScript keçəndə lap maraqlı olacaq ki, məsələn elə Dino oyununun özünü quracağıq ki, space-ə basanda məsələn hoppansın, eləsin və s. Ümumilikdə belə bir şey. Ancaq gələcəkdə JavaScript-də yəni ümumilikdə. Bir də ki, bunu qeyd etmək istəyirdim ki, bizdə bunu yəqin ki, qrupda da yazaram. Məsələn, bildiyiniz kimi C++, yəni RFO-da hədiyyələr veriləcək axırda, ən yaxşı belə aktiv falan olanlara. Bizdə də elə bir şey var. Sadəcə bizdə məsələn əsasən ev tapşırıqlarına görədir. Ən yaxşı ev tapşırıqları ləqi seçiləcək. Yəni kim ki məsələn daha çox əziyyət çəkib belə deyək. Onlardan təbii ki, ya 2 ya 3 nəfər seçiləcək və onlara hədiyyələr veriləcək. Birincisi sertifikat veriləcək, yəni daha güclü sertifikat. Yəni verməyinə participation sertifikat hamı üçün veriləcək. Amma bir də var ki, daha güclü sertifikat, yəni onu ən yaxşı performans göstərənlərə veriləcək. Bir də ki, hədiyyələr veriləcək. Ümumilikdə yəni belə bir şey. Əgər nəsə sualınız falan olsa, istəsəz comment sectionda yazın və ya məsələn mənə şəxsidə də yaza bilərsiniz, qrupda da yaza bilərsiniz, yəni fərqi yoxdur. Ümumilikdə dərsimiz bu qədər idi və inşallah ki, başa düşdünüz. Yəni dediyim kimi nəsə sualınız olsa mənə yazın və növbəti dərsimizdə görüşənədək sağ olun.